Mənim atam qəhrəmandır, mən onunla fəxr edirəm. Onun yoxluğuna heç cür barışa bilmirik. 8-ci ildir artıq onun yoxluğu, amma bizim həmişə qəlbimizdədir. Baxdım, sanki gözləri dolmuşdu. Deməli ki, uşaqlardan müğayət ol, bir də özündən müğayət ol. Səndən sənə şikayətim var mənim. Nədən məni sənsiz qoyub getmisən? Xoşbəxtliyi vəd eləmişdin mənə. Gözlərimi ağlar qoyub getmisən. Mən Abbasova Ülkər Fərhad qızı, Şəhid Abbasov Nahid Qərboğlu həyat yoldaşıyam. Nahidin haqqında nə deyə bilərəm? Çox şey. Qayğıkeş ata, gözəl yoldaş, gözəl oğul anaya, çox gözəl insan, həqiqətən. Nə bilim, çox şey demək olar. Onun haqqında bəlkə saatlarla danışa bilərəm. Yorulmaram, amma çox həyəcanlanıram danışanda da. Biz hamımız da bilirik ki, şəhidlik hər insana qismət olmur. O cür insanlara qismət olubsa, görün, o necə mərd insanlardır ki, onlara qismət olur. Həqiqətən. Onun mərdliyindən, onun cəsurluğundan, böyük yeri, kiçik yeri bilməyi, inansız o qədər saflığı, inansız əsl uşaq kimi saflığı var idi bu insanın. Evə girən kimi sumkanı atırdı, qaçırdı uşaqların üstünə ki, uşaqları birinci uşaqların üstünə qaçırdı, əzizləyirdi onları. İşə də qaydanda yenə həmçini əzizləyirdi, öpürdü üzlərindən, gecə yatanda da yenə çıxanda üzlərindən öpüb çıxırdı. Mən Abbasov Natiq, Şəhid Abbasov Nahidin oğlu, evin ən böyük oğluyam. Evdə 3 uşağıq, aralarında ən böyüyü mənəm. Bir bacı, 2 qardaşıq. Mən 11-ci sinifə gedirəm, qardaşım 2-ci sinifə gedir, bacım isə 8-ci sinifə gedir. Hər atam gələndə onun yolunu səbirsizliklə gözləyirdi. Mən Cavad Abbaslı, Şəhid Kapitan Nahid oğlu. Mənim atam qəhrəmandır, mən onunla fəxr edirəm. Mən polis olacağam. 11 ilin işini ancaq inansız postda olub. Yüksək zirvələrdə işləyib, çox yüksəkliklərdə işləyib. Evdə çox az olardı. İnansız 2 ayda bir dəfə 2 günlük gəlirdi evə. O 2 gün bizim üçün bayram olurdu. Bütün inansız qonşular da bilirdi ki, qohumlar, qonşular bilirdi ki, bizdə əsli bayramdır. Atamız gəlib, sifrə hazırlanır, bizim üçün əsli bayram olur. Onun yoxluğuna heç cür barışa bilmirik. 8-ci ildir artıq onun yoxluğu, amma bizim həmişə qəlbimizdədir. Hər yemək yeyəndə, nə bilim, hər bir işimizdə o bizimlədir də, yəni. Hətta elə bir hiss eləyirəm ki, o mənə hiss elətdirir ki, o bizimlədir. Onu özü belə hiss elətdirir. Hər işimizdə, inan hər dəfə yuxularımıza da gələndə həmişə özü bizi sakitləşdirir ki, hər şey yaxşı olacaq. Hər şey yaxşı olacaq. Mən yoldaşımla tanış olanda hər ikimizin yaşı az idi. Yoldaşımın da 21 yaşı var idi, 20 də mənim yaşım idi. Biz inan ailə qurduq, severək ailə qurmuşuq. Biz inan ki, bir yerdə böyümüşük. Səhvlərlə, düzlərlə hər bir şeyimizi bölüşmüşük. Mən onun yanında inansın ata, ana axtarmamışam. Elə bir şey olub ki, o mənim üçün həm ata olub, həm qardaş olub, həm ana olub. Onları inansız o qədər onları əvəz eləyib mənim üçün. O həqiqətən o qədər gözəl insan idi ki, hər başa düşməyi, hər bir şeyi çox nə bilim əlindən gələni edirdi ki, bizim nəyisə yoxluğu çəkməyək, nəyisə yoxluğunu çəkməyək. Yuxarıda onlarda dağda olurdu. Təsəvvür edin ki, çata bilmirdim. Ev əli çatmırdı. Zəng vurdu, falan kimi, falan kəs, pul atıram sənə, bəs uşaqlara falan şey istəyir. Qızım falan şey istəyir, bu şinyatı ona çatdır ginən. Qızına da o bahalı, mən deyirdi, bahalı kəpənəyim. Oğluna deyirdi, aslanımdır mənim, böyük aslanım, kiçik aslanım. Uşaqlarını dəhşət dərəcə çox istəyirdi. Məni həmçinin yoldaş olaraq çox gözəl insan. Mən o qədər razıyam onun üstünə. Dünyaya bəlkə bir dəfə də gəlsəm, dəfələrlə də gəlsəm, yenə o insan mənim üçün, ancaq o insan olardı mənim üçün. Bizim bu evlilikdən 3 övladımız var, 2 oğlumuz var, bir qızımız. Balacamız, Cavadımız doğuldu, elə 3 aylıq idi, Nahid şəhid olanda. O, oğlumuza öz qardaşının adını qoyub, Cavad. Amma yəni onu aslanım çağırırdı, deyir ki, o mənim aslanımdır. Çox sevinirdi onun gəlişinə. Böyükləri deyir ki, onlar böyüdü, amma balacanın gəlişinə tamam başqa cür sevinirdi. Gözləyirdi ki, doğulsun, qardaşının adını qoysun, çox istədiyi qardaşının adını qoysun ona.
və həmin qardaşının doğum günündə də Cavad doğuldu və hamı inan qohum əqrəbi onun doğulmağına sevindi. Yoldaşım həmçinin, yoldaşım Cavad 3 aylıq olanda şəhid oldu. Ən çətin gün 27 sentyabr bizim üçün qara bir gün oldu. Həyatımızın alt üstü olan günü oldu. Getmiş yoldaşımın 3 illiyi idi, getmişdik. Orada da elə qızlar mənə zəng vurdular ki, qonşularımız idi, zəng vurdu, Ülker, bəs yoldaşının qisası alınır. İnanırsınız, həmin günü baxdıq ki, tanklar gedir, Qusar tərəfdən tanklar gedirdi, hərbi maşınlar gedirdi, bilmirdik də nə baş verir. Biz də qəbir üstünə gəlmişdik. İnan ki, biz də qonşu qızlarımız zəng vurub dedik ki, bəs Ülker, yoldaşının qisası alınır, Nahidin. Çünki hamı onu çox, həmişə onu elə tanıyıblar ki, mərifətli, gözəl insan, qonşu kimi gözəl insan, nə bilim, hamının dadına çatan insan. Hətta aprel döyüşlərində belə onlar bir ay evə gəlmədilər, sərhəddə oldular işlə bağlı, yəni ki, bu aprel döyüşlərlə bağlı ki, təxribat falan olmasın. Bu həmin vaxtda, yəni mən onda da könüllü yazdırmışdı özün ki, müharibə falan davam etsə, getsin. Onda da mən də dedim ki, niyə eləyirsən də, bəs uşaqları fikirləşmirsən, bizi fikirləşmirsən. Dedi, yox, Ülker, sən başa düşmürsən, bu vətəndir, bizi vətən çağırırsa, biz getməliyik. Mənim vəzifə borcumdur bu, bir oğul kimi mənim vətənə qulluq etməyim, mənim borcumdur. İnanırsınız, mən bunu mənasında demirəm, amma həqiqi inanırsınız, sözlərini çatdıram sizə ki, o deyir ki, vətən, ancaq inanırsınız, o qədər can atırdı ki, könüllərə yazdıranda, könüllü yazdırdı özünü o da, ki, məni də çağırsınlar. Uşaqlara zəng vurur ki, niyə bizi çağırmırlar da, biz yazılmışıq da, niyə bizi çağırmırlar? O belə, yəni ki, o qədər, nə bilim, can atırdı ki, mən orada olsaydım, ona xəbərlər gəlirdi ki, şəhid yoldaşlar, kursant yoldaşlarından şəhid olanlar var idi. Ona xəbərlər gələndə o qədər pis olurdu. Görürdüm ki, siqareti yandırırdı, biri yandırırdı, pis çəkməmiş onu yandırırdı. Siqaret ardınca çəkirdi. Görürdüm ki, çox fikir edir də. Yəni, inanırsınız, deyir, uşaqlara zəng vurur ki, görürsən bizi niyə çağırmırlar ki? Onda onun neçə dostu, tanışları, elə kimi kursant yoldaşları şəhid olmuşdu həmin vaxtda. Getməmişdən qabaq, biraz qabaq özümü çox pis hiss eləyirdim. Qonşu qızlarımız da vardı. Bildirdim ki, nəsə olub da mənə evə girə bilmirəm. Çox ürəyim sıxılır. Qızlar dediyin körpəyi ilə bağlıdır. Nəsə belə olursun, sıxılırsan, yorulursan. Gəldim, girdim içəri. İnanırsın, bir aləvi şəklimizi çərçivəyə salıb qoymuşdum mən. Şkafın üstünə. Orada da inanırsın, birdən külək əsdi, şəkil düşdü yerə. Allah'ın olsun, o şəkil düşdü, şüşəsi qırıq-qırıq oldu da, həmin o şəklimiz də yenə durur. Belə pis oldum ki, elə bir əsl kinolarda ki olur, şəkil düşür yerə, aləvi şəkil, albom şəklimiz düşdü yerə, sındı, belə pis oldum. Niyə belə oldu? Ondan sonra axırıncı dəfə olanda 10 gün qabaq evdə oldu, sentyabrın 18-i. Qaynanam bizdə idi, mamasını getdi, yola saldı, 10 günü gəlmişdi. Özü də artıq deyir ki, mama, gələcəm mən özüm, ayının sonu gələcəm. Bəs olubsun period alacam, bəs gələcəm. Ayın sonu mütləq gələcəm. Mamasını getdi, yola saldı. Gecə idi, qaynanamı yeri yola salıb, qayıtdı, gəldi və deyir, yox, ayın sonu mən qayıdacam. Yox, ayın sonu, elə mamasına da dedi. Çıxanda yenə uşaqların üzündən öpdü, inanırsınız. Gecə çıxdı, saat 6 idi, səhər 6-ya yaxın idi. Uşaqları, böyükləri keçib öpdü. Keçdi, bir də qayıtdı geri, balacanı öpdü. Deyirdim, nəsə belə, mən də dedim ki, nə başqa cür öpdün, sən bu balacanı. Deyir, hə, o bilər böyüdü, bu balacadır da. Bircə onu dedi ki, mənə uşaqlardan müğayət ol. Allah'ın doğrusu, belə üzümə baxdı, belə gülümsəyəndə baxanda da gözləri həmişə onu parıldayırdı, belə baxırdı. Baxdım, sanki gözləri dolmuşdu. Mənə deyir ki, uşaqlardan müğayət ol, bir də özündən müğayət ol. Və bunları deyib çıxdı. Hər gündə zəngləşirdik, dedi, narahat olun, 2 günə gələcəm. Mən də çıxdım, 25-i gəldi, sentyabrın 25-i, çıxdım, bazarlıq elədim. Dedi ki, bəs 27-ci gələcəm mən. Bazarlıq elində onun sevdiyi yeməklər var idi. Çıxdım, onları bazarlıq üçün tərəvəzlər aldım. Qızlar da bildi ki, qonşularımız da bilir ki, yoldaşım gələcək. Mən bazarlıq eləyirəmsə, nələrsə alıramsa, ola bilirdi ki, yoldaşım gəlir. Bazarlıq eləyəndə zəng vurdu ki, Ülker, məndən narahat olma, 2 gün mənə zəng çatmayacaq. Bəs başqa posta qalxıram, orada işçi var, o düşəsidir, ailəsi ilə bağlı aşağı düşəsidir. Bəs mən onun yerinə qalxıram. Bəs məndən narahat olmayın, özünüzdən müğayət olun. Bir onun yaxıncı sözləri olurdu ki, özünüzdən müğayət olun, məndən narahat olmayın. Yoldaşım həmişə müharibənin üzü gözləyirdi ki, müharibə olsun və özü də orada iştirak etsin.
ki, vətənimizin, torpaqlarımızın alınmağında dəhşət dərəcədə can atır ki, o da iştirak etsin. İnanın, bəlkə onların dostlarını da dindirsəz, inanın, eyni sözü sizə deyəcəklər ki, yoldaşım çox can atırdı ki, o bilirdi ki, məsələn, olacaq, haçansa bu olacaq. Amma o deyir ki, həmişə mən olum ki, mən də torpaqların alınmasında iştirak edim. Həmin günü 27 sentyabr biz qəbr üstə idi, bizə xəbər gəldi. İnan, bilmirəm, yenə deyirəm, qızlar da mənə göz aydınlığı kimi verdi ki, Nahidin qisası alınır. Çünki hamı bilirdi ki, o mərd oğlu idi. Əlbəttə, torpaqlarımızın alınmağına sevinirik. Biz bu cür yoldaşlar itirdik. Mən müharibə də başlayanda mən o videolara baxırdım, evlərə şəhidlər gedirdi. Həmin günü elə yenidən mən yaşayırdım. Çünki hamı girirdilər içəri ki, başın sağ olsun deyəndə o əzab-əziyyəti çəkənlər bilir ki, nə çəkir. Təsəvvür, heç kim sənə söz deyə bilmir ki, necə desin, sənə yoldaşın yoxdur. Birdən qızın hansısa deyir ki, sənə başın sağ olsun. Həmin an yıxılırsan. Yıxılırsan. Həmin vaxt bütün dünya belə yıxılır. Səninlə bərabər bütün dünya yıxılır. Qələbəyə də sevindim. Həmin günün qələbəsinə çox sevindim. Çünki yoldaşın o qələbəni gözləyirdi, istəyirdi. Özünə qismət olmadı o iştirak etmək o qələbədə. Çox sağ olun ki, gəldiniz, bizi yad etdiniz, belə bir çəkiliş etdiniz. Əslində istəyərik ki, kimlərsə baxsın, nələrsə götürsün özünə görə. Çox sağ olun, gəldiyiniz üçün də çox sağ olun. Hələ bizim üçün bəlkə bu, deyim, önəmlidir. Bəzən insan danışanda, bu həyatını danışanda, şəhidimiz haqqında danışanda, həm bizə həqiqətən xoş olur, kimsə dinləyəndə də xoş olur ki, kimsə dinləyir, görürsən ki, gözündən yaş axır. Hiss edirsən ki, sən acını o adam, qarşındakı adam hiss edir. Çox sağ olun, gəldiyiniz üçün çox sağ olun. Səndən sənə şikayətim var mənim. Nədən məni sənsiz qoyub getmisən? Xoşbəxtliyi vəd eləmişdin mənə. Gözlərimi ağlar qoyub getmisən. Bəli, bu gün biz yenə bir qəhrəmanımızın ailəsinin qonağıyıq. Abbasov Nahid Qəriboğlunun ailəsinin qonağıyıq. 2017-ci ildə vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan, vətənimizin xilası yolunda canından, qanından keçən kapitan Abbasov Nahid geridə buraxdığı əmanətlərini bizlərə əmanət edib getdi. Mənimlə bərabər burada şəhidimizin bizə qoyub getdiyi əmanəti həyat yoldaşı, ömürgün yoldaşı ilə bərabərik. Bugün onun evinin qapısını açarkən bir cənnət qoxusu hiss etdik. Çünki şəhidlərin yaşadığı məkanlar, evlər, olduğu hər bir yer cənnət qoxur. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik. Bizim şəhidimiz 2017-ci ildə vətənin xilasına qalxdı, öz canından, qanından oldu. Amma torpaqlarımızı da işğaldan azad etməsində onun da böyük şücaətləri oldu. Özümüzlə bərabər yenə Quran-ı Kərim kitabını ailəyə ərmağan edirik. Veririk ki, özü ilə bərabər xoşbəxtlik, səadət, ruzi-bərəkət, uğur gətirsin. Çünki onun geridə qoyduğu əmanətlərinə yalnız bunlar və bir də atasının xatirəsi qalıb. Buradan üzümü tuturam 114 TV kanalının rəhbərliyinə, Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərliyinə, əziyyəti olan hər bir kəsə, çünki haqları danılmazdır. Şəhidlərimizi unutmağa, unudulmağa qoymurlar, çəkirlər, tarixin yaddaşına həkk edirlər. Bugün biz Nahidimizin, qəhrəmanımızın ocağındayıq. Sabah sizlərin də qapısını döyə bilərik. Sağ olun, sağlıqla qalın. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycanın rəşadətli ordusu.